Bu 1 dollarlıq əskinaz oktyabr ayında satılmış ən bahalı əskinazlardan biridir. Mükəmməl cağ vəziyyətdə olması bir yana, böyük çap xətası olduğundan kolleksiyaçılar hərracda bu nadir nümunəyə sahib olmaq uğrunda rəqabət aparıb. Adi gözə bu saxta dollar kimi görünə bilər. Əslində isə çap xətası nəticəsində bir-birinə uyğunsuz seriya nömrələri ilə çap olunmuş dollardır. Diqqət yetirsəz, soldakı seriya ilə sağdakı seriyanın rəqəmləri bir-birindən çox fərqlidir. İkincidə çox saylı sıfırları görmək olur. Üçüncü çap mərhələsində çap maşınının sağ seriyasına cavabdeh olan hissəsinə səhv ardıcıllıq yükləndiyindən mexaniki nasazlıq nəticəsində sağ tərəfə səhv seriya həkk olunub. Gördüyünüz bu dollarlıq əskinaz Heritage Auctions hərrac evində 5520 dollara, bizim valyuta ilə təxminən 9380 manata çəkic altına gəlib. Bu 1 dollar isə suvenir 1 dollar oxşasa da əslində bu da xətalı, nadir köhnə dollardır. 1928-ci ilin gümüş sertifikatlı dollar əskinazını hazırlayan zaman 3-cü çap elementləri, yəni seriya və möhürlər üz hissəyə nəşr olunmayıb. Nəticədə belə boş və qeyri-təbii görünən sahə ərsəyə gəlib. Missing Overprint Error kimi PCCS şirkəti tərəfindən sertifikatlaşdırılmış bu dollar oktyabrın 9-da 1440 dollara, təxminən 2450 manata satılıb.